onunla bağlı soru-sual eləmək ixtiyarımız da yox. Bəli, siz bu işdə yox, apardığınız yoxlamada burada hər hansı qanun pozuntuları rast gəldiniz. Mən sizə izah edəyim. Aktda yazılır. Qanun pozuntusu müxtəlif ölçülərdə olur da. Bir var, necə deyim, qanun pozuntuları müxtəlif ölçülərdə olur da. Bir var, maliyyə pozuntusu olar, onun içərisində ciddi pozuntular olar, nə biləm, içəri daxilində olur da indi, belə şeylər biz çox görürük. Bu işin qanun pozuntusu olur, bir kəsə sual verəcəm. Bu işin müəllimin burada qanun pozuntusu var və onunla bağlı cəzasını idarə rəhbərliyi daha üst qurumla verəcək. Siz bunu dediniz, sonra mən də burada deyirəm, heç bir cəza verilməyəcək. Onu mən qarşılayım. Mən çocuk bilirəm. Onu mən qarşılayım. Yəni adam... Şöyle benim, sən mənim sözümə ne görürsən ki? Nədir problemi ağsaqqal? Mən bacım oğlunu gətirmişəm məktəbə, içəri buraxmırlar. Niyə? Məktəb, bir məktəbin qarşısındayım. 20 dəqiqədir buradayım. 20 dəqiqə buradayım, məktəb direktoru düşüb gəlmir ki, görək bunu içəri nəyə görə boşlamırlar. Səbəb nədir? Səbəbin düşsün, gəlsin, geçsin, günahımız nədir? Biz günah eləmişik. Nə günah eləmişik kimi? Sizi çağırıb buraxmayan şəxs kimdir? Bizi içəri buraxmayan şəxs Polat Zeynalov. Yox, məktəbin qapısının ağzında sizi çağırıb buraxmayan kimdir? O, Nicat Allahverdiyoğlu. Bu Gözətçi. tapşırıq deyib verilib də sizə. Buna tapşırıq verilib ki, Əhmədov Elsəvəli içəri buraxmayın. Nədir ki, səbəb nə göstərir? Mən valideyn anası. Yox, səbəb nə göstərirlər uşağı çaya buraxmamaq? İndi səbəb olmalıdır da. İndi burada hər kəsi valideynlə çaya buraxırlar, o maraqlıdır. İndi burada uşaqların valideynlə buraxsın içəri. Müəllimlə aralığında olan söhbət. Müəllim mənə küçük deyir, mən də ön cavabını vermişəm də, nə demək? Müəllim uşağa küçük demək müəllim yox. Onu da səsin yazdırdım da. Təhsili elə alıb gəlib, oxuduğu institutda. Amma ki, müəllim o təhsili elə alır. İndi siz niyə bura bir rəhbər şəxs çağırmırsınız ki, bu çıxa bu valideynlə uşağı qarşılayaq? Çağırırıq çıxmır. Yox, Nicat çağırmalıdır. Burada Polat uşağı gəlsin, burada görək, uşağı şəhriyi buraxmırlar. Get gəlsin, deyir, Umut səni gözləyir. Gedirəm mən də. Uşaq qoy görsün dərsə də qardaş. Mən dərsə getmək istəyirəm. Bu geçsin, boşuna görür. Bu gördün ki, bu geçsin dəymə. Atan, anan. Uzaq vurulur, girirəm içəri mən. Get valideynimi götür, get. Mən valideynəm. Müəllim haqqı Müəllimdən üzr istəməlisən, şagirdlərdən üzr istəməlisən. Hər halda sənin valideynin gəlməlidir bura. Müəllim haqqı Get valideynimi götür, get. Mənə deyir, səni məhv eləyərəm, mən də ona cavabını vermişəm. Get valideynimi götür. Sizə keçsədə uşaq bu dərsdən, uşaq dərsdə yandırırsınız axı. Bu həngəmə Sən özü atırsan o da. Əsəbə. Səndən xahiş edirəm. Keç. Məktəbin direktoru qaçır, sən Sən özün Əsəbə. atmırsan ortalığa. Baskın edirlər. Baskın eləmirsiniz. Qardaş, uşaq dərsdə keçsin. Kim baskın eləyir? Sən deyirəm ki, xahiş edirəm. Uşağı təhsildən yayın deməyin. Səhəri. Gəl dedim, qoy get söylə. Dərsimə gedirəm, mən. Get. Dərsinə. Gəl dedim, məni məcbur eləmə. Qardaş, uşağı burax içəridə. Get valideynimi götür, xahiş edirəm. 102 vermə məcburiyyətini qoyma məni. Qoy nə məcburiyyətində? 102 vermə məcburiyyətini qoyma məni. Tələbs oldu Mən bu. istəmirəm. Uşaq çölə çıxmadı, qoymadılar. Qardaş, xahiş edirəm uşağı dərsdən yayın deməyin. Qoy uşaq dərsdə təmin olunsun. Dərsinə. Səndən bir böyük kim xahiş elədim ki? Yox, sən yox, sənin ixtiyarın yoxdur. Sən burada uşaq qoy dərsinə keçsin. Ha, qoy geçsin dərsə. Uşaq qoy dərs. Söyle. Çək. Baxın. Ağdam rayon 1-ci Yüzbaşılı kəndində bax vəziyyət budur. Baxın, bax. Baxın, şagird içəri buraxmadılar. Polat şagirdi çöldə qoyublar. Mən buradan Təhsil Nazirimizə səslənirəm. Deyirəm ki, bu öz başınalığa son qoysun. Məni məktəbə buraxmırlar. Mənə təzyiq göstərir mühafizəçi buran. Mənə təzyiq göstərir. Sinifə qoymur girəm. Niyə buraxmır? Səbəb nədir ki? Səbəb odur ki, müəllimlə mübahisəm düşüb. Müəllim mənə təhqir edici söz deyir. Mən də qayıdıb ona cavab vermişəm. İndi də məni qoymurlar ki, deyir, niyə cavab verməlisən, üzr istəməlisən. Nəyə görə üzr istəməliyəm? Valideyn deyir ki, Qapını aç gir də, qapını aç gir içəri. Qapını tutursan, necə girim? Açıl, bağlıdır. Açılmır. Yox, qaralçıda.
Baxın, Polad Zeynalovun ailə şirkəti bax budur. Polad Zeynalovun özbaşınalıqları bax budur. Şagirdi dərsə buraxmır. Hangisi? Heç ara. Sonra xahiş edirəm. Müdaxilə eləməsə ki. 102 vermişəm. Yaxşı eləmişsən. Yaxşı elədim. Müdaxilə eləmə. Sən mənim məsələn. Müdaxilə Xahiş edirsən. edirəm, söylə. Çıxır, Yaxşı qara edirəm, müdaxilə edirəm, söylə. Məktəb nə Baş, edirəm? səbir. Məktəb nə edirəm? Səbir ol. Məktəb nə Çıxır edirəm? görə, səbir ol. Hər məcbur qoyma yəni. Səbir ol. Xahiş edirəm. Yalımı da. Mənim kimi xahiş edirəm səndən. Çək, axşamda qəşəng verərsən. Polad sizə bu qədər davariyə verir ki, yəni